Bəzən insanlar qəribə və qorxuducu yuxular görər. Lakin ən qorxulusu insanın öz ölümünü görməsidir. Yaxşı, bəs görəsən bu yuxunun mənası nədir? Həqiqətən bu yuxu insanın öləcəyinəmi işarə edir? Əvvəla bunu qeyd edim ki, yuxuda öz ölümünü görmək hər zaman ölümə işarə etməz. Əksinə, həyatında yeni bir səhifənin açılmasına, yeni planların olmasına işarə edər. İslam alimlərinə görə bu yuxu iman və təqva ilə əlaqəlidir. Yəni, sanki ruhun sənə bir mesaj verir. Məsələn, artıq düzəl, tövbə et, həyatında yeni səhifə aç və s. Lakin mənə bir şey çox maraqlıdır, onu qeyd etmək istəyirəm. Bir çox yuxuyozma alimlərin nəzəriyyəsinə görə, yuxuda öz ölümünü görmək insanın ömrünü uzadır. Lakin İslam alimləri bu yozma rəddiyyə verərək bildiriblər ki, yuxu insanın ömrünü uzatmaz. İnsanın ömrü yalnız və yalnız etdiyi əməllərin sayəsində uzana və ya qısala bilər. Təbii ki, müqayisə edəndə İslam alimlərinin nəzəriyyəsi daha məntiqli və ağla batandır. Hər halda bu yuxunu görsəz qorxmaq lazım deyil. Çünki bu yuxular sən öləcəksən demir, sadəcə sizə bir işarə verir. Və sonda çox qısa bir şeyi də qeyd edim, hər yuxu bir həqiqət daşımaz. Lakin hər yuxu bir mesaj daşıya bilər. Allah sizi qorusun.